İcbari tibbi sığortanın yenilənən xidmətlər zərfinə əlavə edilən 775 xidmətdən 469-u cərrahi əməliyyatlardır. Bunlara həyati vacib, əlillik və ya ölüm riski yüksək olan xəstəliklərlə bağlı əməliyyatlar daxildir. Hədəf isə 2030-cu ilədək hər bir regionda cərrahi və anestezioloji xidmətləri inkişaf etdirmək, ən mürəkkəb cərrahi əməliyyatları belə region əhalisi üçün əlçatan etməkdir. Bu fikirlər Qazaxda keçirilən zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə birinci konfransda bildirilib. Təbibin təşkilatçılığı ilə Qlobal Cərrahiyyə 2030 konsepsiyası çərçivəsində reallaşan konfransda cərrahiyyənin hazırki vəziyyəti, dayanıqlılığı və sosial aspektlərinə dair məsələlər müzakirə olunub. Bu günləri hamı kimin hansısa bir cərrahi problemi olursa, Bakıda, mərkəzlərdə həmişə imkan axtarılır. Amma bu indiki mövqe ondan ibarətdir ki, biz bu işləri görərək elə planlaşdırılır ki, yəni bütün regionlarda cərrahi xidmət gərəkli sayədə olsun. Zəruri cərrahi xidməti insanlarımız ala bilsin.